33 ildir yaşadıkları mənzillərdən heç bir xəbərdarlıq edilmədən çıxarıldıqlarını iddia edirlər. Görüntülər Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəki Muxtar Fətəliyev küçəsindəndir. Adı çəkilən ünvandakı mənzillərdən birində yaşayan, orada müvəqqəti məskunlaşmış məcburi köçkün Ocaqovlar ailəsi əşyalarının çölə atıldığını deyir. Digər ailələrdə onları bu aqibətin gözlədiyini bildirirlər. Ev yəhsilə döyülək, ev alandı. Ev yəhsi evi satıb ona. Bir cəmaatı töküb çölə. Hamımızı çıxartdılar çölə. Bax nəyə vardı, heç bilmədilər yazıqlar, nəyə var, nəyə yoxdur. Hamısını tökdülər çölə. Səbəb odur ki, deyir, ev mənimkidir, çıxmalıdır. Məhkəmə kağızı göstərdilər mi? Çıxmanız barədə məhkəmənin qərarı var mı? Yox, bizə də elə şey görmədik. Biz 93-dən burada məskunlaşmışıq. Tikilə-tikilə bütün Qaşqın, Füzuli, Cəbrayıl, Ağdam hamımız yığışmışıq, məskunlaşmışıq bura. İndi də torpağımız alınıb. Məsəl üçün, evimiz tikiləndə biz onsuz da gedəsiyik. Mənzillərin əsl sahibləri ilə görüşmək istədik. Məcburi köçkünlər iddia edir ki, onlara heç bir xəbərdarlıq olunmadan mənzillərin 32 il bundan öncəki sahibləri gəliblər. İndi həmin sakinlərin qapısına döyürük. Qapını üzümüzə açan yoxdur deyəsən. Digər məcburi köçkün ailələri sözügedən mənzillərdə müvəqqəti olaraq məskunlaşdıqlarını və doğma yurdlarına qaydana dək yaşamağa yerlərinin olmadığını deyirlər. Gəldim ki, anamı, bacımı çölə töküblər, evləri çölə töküblər. Deməli, ev bizim evdir, mən bu evdə yaşayıram. Getməyə hazırıq, indi bu dəqiqədə hazırıq. Ancaq yerimizdə, yuvamızda özümüzün evimizi teksin, versin. Bəli, bu dəqiqə çıxaq gedək. Əvvəlcədən bu ailəyə xəbərdarlıq olmalıydı. Onları hardasa bir yerləşdirmək lazım idi. Ondan sonra çıxartmaq lazım idi onu. Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsindən Xəzər xəbərə bildirildi ki, həmin ünvandakı mənzildə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkün Ocaqovlar ailəsi ilə bağlı məsələ dəfələrlə araşdırılıb. Mənzilin qanuni sahibləri İsmirə Ağayeva və Şəhriyar Quliyev tərəfindən edilmiş müraciətlər və məhkəmə qərarı əsasında ailəyə indiyədək Dövlət Komitəsinin balansında olan boş mənzil fondundan, eləcə də bir neçə dəfə Bakıda və bölgələrdə müxtəlif ünvanlardan evlər təklif olunub. Lakin ailə hər dəfə təklif olunan variantlardan imtina edərək yalnız doğma yurdlarına qayıtdıqdan sonra mənzilləri boşaldacaqlarını bildiriblər. Son olaraq martın 5-də yenidən təklif olunan yaşayış sahələrindən də imtina edildiyi üçün ailəyə rəsmi məktub göndərilərək son xəbərdarlıq edilib. Komitədən o da bildirildi ki, qanunvericiliyə əsasən dövlət tərəfindən təklif olunan yaşayış sahələrindən imtina edildiyi təqdirdə